Şəkərli diabet xəstəliyi zamanı qan göstəricilərinə tanış olmaq istəyirsinizsə, o zaman yaxın əyləşin. Şəkərli diabet zamanı qanda acılıq şəkərinin səviyyəsi 5,6 mmol/litrdir. Bu normal göstəricidir. Gördüyünüz kimi venoz qanda qlukozanın səviyyəsi, yəni şəkərin səviyyəsi normada 5,6 mmol/litrdir. 6,4 mmol/litrdən yuxarı qalxması artıq prediabet vəziyyəti göstərir. 7 mmol/litrdən yuxarı olması isə artıq şəkərli diabetin olduğunu göstərir. Yəni qlukozanın mübadiləsində və ya karbohidrat mübadiləsində bir pozğunluq olduğu görünür. Bəzi hallarda biz eyni zamanda tək aclıq şəkərini deyil, eyni zamanda qlikohemoqlobin dediyimiz bu göstəricini də yoxlayırıq. Qlikohemoqlobin nədir? Qlikohemoqlobin qlukozanın qan göstəricisi olan hemoqlobinlə birləşməsidir və nəticədə 3 ay müddətində orqanizmdə dövran edən qanda qlikohemoqlobinin səviyyəsini yoxlamaq olur. Qlikohemoqlobinin səviyyəsinin 7-dən yuxarı olması artıq şəkərli diabetin olduğuna bir işarədir. Bundan savayı şəkərli diabet xəstələrində venoz qanda qlukozanı və qlikohemoqlobini yoxlanmaqdan savayı eyni zamanda sidikdə, sidiyin ümumi analizində qlukozanın səviyyəsi yoxlanılır və gördüyünüz kimi əgər qanda qlukozanın səviyyəsi 10 mmol/litrdən yüksək olarsa, sidiyin ümumi analizində şəkər göstəricisi aşkar olunur. Bu, həmçinin böyrək problemi olan xəstələrdə də müşahidə oluna bilir.